onun fərəcini sürətləndir, zühurunu asanlaşdır, yolunu genişləndir, məni onun yoluyla apar, əmrini nüfuzlu et, arxasını möhkəmlət. İlahi, onun səbəbi ilə bizim ölkələri abadlaşdırıb, bəndələrinin mənəviyyatını dirild. Çünki sən buyurmusan və sözün də haqdır. Fəsad quruda və dəryada, cəmaatın kəsb etdikləri pis əməllərə görə zahir oldu. İlahi, bizim üçün öz vəlini, sənin rəsulunun adı ilə eyni adda olan, rəsulunun qızının oğlunu zahir et ki, batildən bir şey qalmasın və Həzrət onu tarmar etsin. Haqqı bərqərar edib möhkəmlətsin. İlahi, onu məzlum bəndələrin üçün sığınacaq, səndən başqa bir köməkçi tapmayanlar üçün bir köməkçi, kitabının icra olunmayan qanunlarını yeniləşdirən, sənin dininin, rəsulunun sünnələrindən gəlib çatan hökmlərini dirçəldən qərar ver. İlahi, onu zalimlərin törədə biləcəyi təhlükələrdən amanda saxla. İlahi, onun görünməsi və ona dəvətində tabe olanların vasitəsilə öz Peyğəmbərin Məhəmmədi sevindir. Ondan sonra bizim çarəsizliyimizə rəhm et. Onun zühur edib hazır olması ilə bu ümmətin müşkül və giriftarçılıqlarını aradan qaldır. Bizim üçün onun zühurunu tezləşdir. Həqiqətən onlar bunu, zühuru uzaq, biz isə yaxın görürük. Səni and verirəm öz rəhmətinə, ey rəhm edənlərin ən rəhimlisi. Tələs, tələs ey Mövlam, ey sahibəz zaman.